Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Sizləri AzEdu podkastından salamlayırıq. Təhsilin gündəm mövzularını təhsil eksperti Elmin Nuri ilə bir yerdə müzakirə edəcəyik. Elmin bəy, xoş gəlmisiniz. Xoş gördük. Elmin bəy, istərdik ki, elə bu podkastımızı sertifikasiya imtahanlarına həsr edək. Bildiyiniz kimi, keçdiyimiz günlərdə Elm və Təhsil Naziri Emin Əmrullayev sertifikatlaşdırma imtahanları ilə bağlı tədbirdə 2026-cı il üzrə sertifikasiyada iştirak etmiş müəllimlərin nəticələrini elan etdi. Nəticələrə görə ən çox kəsilən müəllim tarix fənni üzrə müəllimlər oldu. Belə ki, tarix fənni üzrə imtahan verən 5571 müəllimdən 4194 nəfəri uğurlu nəticə əldə edib. Lakin onlardan 1377 nəfəri isə uğursuz nəticə göstərib və bu fənnin orta balı 39 bal olub. Müəllimlər iddia edirlər ki, imtahan sualları çox çətin idi. Maraqlıdır ki, bununla bağlı nə deyə bilərsiniz? Bir daha təşəkkür edirəm, tamaşaçılarımızı salamlayıram. Düşünürəm ki, bugünkü müzakirəmizdə çox maraqlı olacaq və bugünkü müzakirəmizin, podkastın bugünkü mövzusunun müəllimlərin sertifikasiyasına həsr edilməsi əbəs deyil. Yəni, bir neçə gün bundan öncə Elm və Təhsil Naziri Emin Əmrullayev məhz müəllimlərin sertifikatlaşdırılması müsabiqəsinin test imtahanı mərhələsindən bağlı hesabat xarakterli görüş təşkil etdi və orada çox vacib datalar, çox vacib informasiyalar təqdim edildi. Təbii ki, orada müsbət missiyalı məsələlər də var idi, mənfi missiyalı məsələlər də var idi. Bunlar öz yerində. Amma biz birbaşa qayıda sizin dediyiniz məsələyə. Şəxsən mən öz müşahidələrimdə, tədrisdə olan, necə deyim ki, müəyyən bir analizlərdə həmişə ən hazırlıqlı müəllimlərdən biri kimi tarix müəllimlərini görmüşəm. Bunu tam əminliklə deyirəm, bunu tam səmimiyyətlə deyirəm. İstəyir bölgə müəllimləri olsun, istəyir paytaxt müəllimləri olsun və üzərində daha çox işləyən, həm öz predmetini, həm öz fənnini getdikcə daha yaxşı mənimsəməyə çalışan, həm ictimai, dərsdən kənar, məktəbdən kənar fəaliyyətlərdə daha çox aktiv olan kəsim içərisində məndən soruşsanız ən birinci yerdə kim dayanar? Mən buna birbaşa tarix müəllimləri deyərəm. Və bunların müqabilində sizin səsləndirdiyiniz rəqəmlər, təbii ki, bunlar real rəqəmlərdirlər və bunlar birbaşa Elm və Təhsil Nazirliyi tərəfindən səsləndirilmiş rəsmi məlumatlardır və mən çox təəssüf edirəm ki, bu rəsmi məlumatlardır. Kaş ki, qeyri-rəsmi olardı, inandırım sizi. Bütün bunların fonunda bu rəqəmlər daha sonra sosial şəbəkələrdə, müxtəlif səhifələrdə, qruplarda, TikTokda, Instagramda, Telegramda tarix fənninin sertifikasiya suallarla bağlı olan narazılıqlar artıq bitib tükənmək bilmir. Mən sizə tam əminliklə deyə bilərəm ki, 2021-ci ildə başlayan müəllimlərin sertifikatlaşdırılması prosesində, hələ sikl bitməyib də, bir müddət qalıb davam edir. Ən ciddi problem məhz sonuncu ildə tarix müəllimlərlə bağlı yarandı. Əvvəlki illərdə açığı belə bir məsələnin, yəni bu həddə mən şahid olmamışım. Təbii ki, ibtidai sinif müəllimlərlə bağlı problem vardı, Azərbaycan dil və ədəbiyyat müəllimlərlə bağlı, ingilis dili müəllimlərlə bağlı problemlər var idi. Amma bu həddə mən görməmişdim. Həm o səsləndirdiyimiz rəqəmlər, həm də ümumən cəmiyyətdə olan düşüncə. Məsələ nədən ibarətdir? Biz bir detalı unutmayaq, əziz izləyicilərimiz. Tarix fənninin kurikulumu, məzmun standartları əmin ola bilərsiniz ki, əksər fənlərin bəlkə də hamısından ağırdır. Tam səmimi sizə deyirəm. Baxın, inanmırsınızsa, Azərbaycan Respublikası Təhsil İnstitutunun rəsmi səhifəsinə daxil olun. Orada müəyyən bir bölmələr var. Orada Azərbaycan tarixi fənninin kurikulumu standartları və məzmun xətlərinə tanış olun. Görün nə qədər bəndlər var, nə qədər maddələr var. Və sualların da çox şaxəli salınması, qəlizliyi, labirintli spektr daşıması və məzmun xəttinin çoxluğundandır. Səbəblərdən biri budur. Mən açıq sizə bunu deyirəm. Bəli, soruşa bilərsiniz ki, axı niyə görə məhz tarix fənni, bəli, biz tarix fənninin məzmun standartları və onun əsasında hazırlanan suallarla digər fənni bir edə bilmərik. O biri fənləri də aşağılamırıq, ha. Sadəcə bu və demirik ki, bu yeganə səbəbdir. Xeyr, yeganə səbəb də deyil. Ola bilsin ki, səbəblərdən bəlkə də 3-cü, 4-cü dərəcəlisi olanıdır. Digər məsələ nədən ibarətdir? Nədən ibarətdir? Açığı bu məni məyus edir. Və bu açıq sizəm deyim ki, kulis söhbətləridir. Sanki
tarix müəllimlərinin sertifikatlaşdırılması müsabiqəsində, test imtahan mərhələsində sualların çətin salınması ya bilərəkdən olur və ya bilmərəkdən, bunun başqa bir necə deyim ki, səbəbləri var. Bunun qeyri-rəsmi mahiyyəti var, funksiyası var. Doğrudur, bunlar kulis söhbətləridir və biz təhsil podkastında mən bilmirəm nə dərəcədə doğrudur ki, bunu müzakirəyə çıxaraq, müzakirə müstəbis edək bunu. Hər bir halda narazılığını səsləndirən müəllimlər arasında bu fikri söyləyənlər də var. Doğrudur, mən tarixçi deyiləm, tarix müəllimi deyiləm. Sadəcə təhsillə bağlı müşahidə edən insanlardan biri kimi bu fikirlərin də açıq deyim ki, şahidi olmuşam. Və bu, hər bir təhsil içərisində olan şəxsi məyus etməlidir. Söhbət tarixdən gedir. Bu günləri tarix müəllimlərini incitmək olmaz. Tam səmimi deyirəm. Tarix müəllimləri bizim təhsilimiz üçün, bizim necə deyim ki, milli spektrli şagird yetişdirmək funksiyası üçün çox vacib simalardılar. Mən qətiyyən digər fənləri aşağı salmıram. Onların göstəricilərini aşağı salmıram. Amma görünən dağa bələdçi lazım deyil. Bu fənnin məzmun standartları digərlərindən bəlkə 2 dəfə böyükdür. Ona görə belə çox ranglı olub. Amma yenə də biz bu sual haqqında mütləq düşünməliyik. Sertifikatlaşdırma bitdi, sertifikasiya bitdi, narazılıq bir iki gün davam etdi. Onunla bağlı və məsələ də necə deyim ki, artıq unuduldu. Xeyr, bu məsələ unudulmamalıdır. Unudulsa biz buna çox təəssüf edəcəyik. Bu gün 1000-dən yuxarı tarix müəlliminin kəsilməsi, yəni 31 baldan aşağı nəsil göstərməsi, bilirsiniz nə deməkdir? Deməli, bu qədər müəllim bizim məktəblərdə öz işini yaxşı görə bilməyib. Amma mən bunu demək istəyirəm. Mən bunu inanmıram. Tam səmimi deyirəm. Əzizlərim, mən tarix müəllimlərindən bu göstəricini inanmıram. Çünki mənim tanıdığım 10 tarix müəllimindən 9-u ən hazırlıqlı müəllimlərdəndir. Başqa fən olsa deyərdim ki, inanıram, hazırlaşmayıblar, onlar hətta məktəbdə dərs keçməyə də layiq deyirlər bəlkə də. Amma məhz mən, səmimiyyətimi inanın, tarix müəllimləri haqqında bu cümləni işlətməyəcəm. Tam səmimi deyirəm. Deməli, burada düzəldiləsi başqa məsələlər də var. Aydındır. Elmin bəy, imtahandan əvvəl, sertifikasiya imtahandan əvvəl cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, bu il imtahan verəcək fiziki tərbiyə, təsvir sənət, musiqi, texnologiya kimi fən müəllimləri sertifikasiyadan uğursuz nəticə əldə edəcəklər, kəsilənlərin sayı çox olacaq. Amma reallıqlar bunun tam əksini göstərdi bizə. Demək olar ki, imtahana 30 dəqiqəyə belə yetərincə yüksək nəticə əldə edən müəllimlərimiz oldu, həmin bu sadaladığım fən müəllimlərindən. Maraqlıdır ki, ancaq daha sonra da belə bir sual yarandı ki, onda bəlkə onların sualları asan da olub, ona görə belə yüksək nəticələr çox oldu. Sanki cəmiyyət inanmaq istəmir həmin müəllimlərin yüksək bal toplamasına. Bu halda da sual yaranır ki, bəs sizcə yüksək nəticə göstərən müəllimlərin hazırlıqları mı yüksək olub, yoxsa imtahan sualları mı asan da olub? Məltəm xanım, açıq deyim ki, bəlkə niyə? Açıq danışaq da. Şəxsən mən ən azı 10 belə status oxudum. Bəzi intervyularla tanış oldum. Yecəmişəm intervyuların bir çoxu ilə Azərbaycan Təhsil platformasında, Azərbaycan Təhsil portalında var idi. Yerindəcə istəyir. Bəli, bizim əməkdaşlar orada yerindəcə çox belə operativ şəkildə və əzmkar şəkildə elə siz, Esmira xanım, yəni çox gözəl şəkildə işlətmisiniz bunu. Yəni bir insan deyirsə ki, mən cəmi yarım saata sualları cavabladım, bu həm də suallar hədsiz asan deməkdir, açıq danışaq. O cavabın bir başqa variantıdır. Amma bu dolayısıyla olan cavabdır, düzdür. Şəxsən mən tanıdığım fiziki tərbiyə müəllimləri, texnologiya müəllimləri və təsvir sənət müəllimlərindən bir xasiyyətimdir. İmtahanlardan sonra bir salamiyəlik edirəm, bir hal-əhval soruşuram, ümumiyyətlə sualların durumundan bağlı öz fikrimi alıram. Çünki bu fakt olaraq, dat olaraq bizə lazım olacaq da. Bir növ öz aləmində kiçik bir sorğu keçirirəm. Əmin ola bilərsiniz ki, 3 fən deyil, mən zəng etdiyim, WhatsApp üzərindən mesaj yazdığım müəllimlərin bir çoxusu suallar asan yox, suallar hədsiz asan idi cavabını verdilər mənə. Bunu mən demirəm, bunu siz demirsiniz, bunu üçüncü şəxs demir. Bunu imtahanda, suallar, monitorda üzbəyiz duran insan deyir mənə. Tam səmimi deyim sizə. Hətta bizə açıqlamalarda qeyd edirdi müəllimlər ki, sualları mənim şagirdlərim belə yaza bilərdi. Bəli, bir çox istir xanım müəllimlər olsun, istir bəy müəllimlər olsun, hətta bizim əməkdaşlar da cavablarında bildiriblər ki, bu sualları mənim şagirdlərim də cavab verə bilərdi. Bu cümləm də nə deməkdir? Suallar 5-ci, 6-cı səviyyəsindəki suallardır. Çünki şagird uzağı 10-cu, 11-ci sinifdə oxuyacaq da, düzdür.
həmin müəllimənin şagirdləri var ki, nəzərə alsaq ki, həmin fənlərdə yuxarı siniflərdə keçirilir. Eynən, onu demək istəyirdim. Yəni bu əslində cümlə həm də o deməkdir ki, bir məsələ, bir aksioma var, toplananların yerini dəyişəndə cəm dəyişməz, düzdür? Vallahi billahi bunu riyaziyyata transformasiya etsək, o deməkdir ki, bu suallar 5-ci, 6-cı sinif səviyyəsində suallar idi. İndi səbəb nədir? Niyə məhz bu 3 fəndə suallar asan səviyyədə salınıb, açığı bunun bir neçə proyeksiyada cavabları var. Birincisi, yenə mən deyirəm, asandırsa asandır. Biz burada yüksək nəticə göstərən, lap belə yarım saat deyil, lap 10 dəqiqəyə çıxan müəllimin haqqına girə bilmərik. Ən azı bacarıq bunu. İndi sual asandır, sual sudur, sual bir için, necə deyim ki, bir udum havadır, o başqa mövzudur. Amma hər bir halda insan bunu bacarıb. Ortada bacarıq faktoru var. Fiziki tərbiyə müəllimi, təlim sənət müəllimi və texnologiya müəllimi. Bacarıq faktoru var. Bunu etməyənlər də var. Bunu edə bilməyənlər də var da, düzdür. Amma və lakin bəli, sualların bu üç fənn üzrə tərtibində yumşalmaya gedilməsi göz önündədir. Nə yalan deyim? Çox doğru vurğuladınız ki, bu üç fənn müəllimləri imtahan verməmişdən qabaq bir çox ekspertlər, elə müəllimlərin özləri biz nə deyirdilər? Siz tələsməyin. Görərsiniz, fiziki tərbiyə müəllimləri, texnologiya müəllimləri, təsvir incəsənət müəllimləri imtahan verəndə nələr olacaq? Bəli. Görərsiniz, onda hansı bərbad nəticələr olacaq? Nə oldu bəs? Bilmirəm, bəlkə də ictimai rəydə, bu da ola bilər ha, bəlkə ictimai rəydə gəzən bu kulis söhbətləri, bu psixoloji ağırlığı azaltmaqdan ötəri bu suallar belə oldu, amma mən buna inanmıram. Bu, inansam bu qeyri-ciddilik olar. Məsələnin tamam başqa bir məsələləri var ki, bu Məltəm xanım, bu fənlər üzrə məktəb daxili rəqabətlilik çox deyil, yüksək deyil. Kobud dildə desək, biraz cəmiyyət çıxdanc edir bu fənləri. Bəli, mən buna çox təəssüf edirəm. 10 dəfə demişəm, bu da olsun 11-incisi. Mənim aləmimdə təsvir incəsənət fənni müəllimi ilə deyək ki, fizika, kimya müəllimliyinin dəyəri arasında heç bir fərq yoxdur. Hər ikisi üçün dəyərlidir. O da elə bir məzmun formalaşdıra bilər. Bu da elə məzmun formalaşdıra bilər ki, ömür boyu şagirdlə qala bilər. Məsələ ondan ibarət deyil. Məsələ nədir? Rəqabətlilik. Tam səhv edirəm. Bu günləri əksər məktəblərdə texnologiya müəllimliyi ümumiyyətlə tapılmır. Bir ixtisas yeri boş qalır. Təsvir incəsənətə gələn yoxdur. Dərs saatları azdır, əmək haqqıları azdır. Və biz bütün bu şərtlər əsasında bölgəyə gedib, xüsusən də ucqar, elə adam var ki, evi Bakıdadır, amma ucqar kəndə gedib, texnologiya fənnini keçir. Bizim o zaman bir layihəmiz vardı, ucqar kənd müəllimi. Aralarında həmişə texnologiya və təsvir incəsənət müəllimləri mənə xüsusi maraqlı gəlirdi və mənim, necə deyim ki, ürəyim başqa cür ağrıyırdı o müəllimlərə. Dərs saatları birdir, maaşlar dərs saatına görə hesablanır, maaş azdır. Başqa fənn müəllimlərinə fərqli olaraq onlar repetitorla məşğul ola bilmirlər. Riyaziyyat müəllimi deyil ki, 3-5 dənə uşağı abituriyent kimi hazırlasın və yaxud ibtidai sinif müəllimi deyil ki, valideynləri desin ki, sizin uşağınızı da götürüm zəifdir, onu mütləq müəllimlə əlaqə hazırlığa verin. Halbuki ibtidai sinif müəllimləri bu yola metodu çox əl atıblar. Bu başqa söhbətin mövzusudur və məmnuniyyətlə bu arada danışacağıq gələn verilişlərdə. Tam səmimi deyirəm. Bu texnologiyadır, təsvir incəsənət müəllimidir, fiziki tərbiyədir. Valla, bu fənləri dərs deyən müəllimlər qəhrəmandırlar. Tam səmimi isə deyirəm. Həftədə cəm 1 saat dərs, üzr istəyirəm, həmin fənni dərs deyən müəllimlərin hamısını üzr istəyirəm. Cəmiyyət tərəfindən belə az qala qeyri-formal bir baxış, o nə fəndir onu tədris edirsən. Belə lap əla fənddir. Vallahi billahi əla fəndir. Texnologiya kimsə, şəxsən mənim yanımda, bu zəif fəndi deyə bilməz. Saatlarla hazırlam ki, onun vacibliyini əsaslandırım. Tam səmimi isə deyirəm. Özünü bu sənətə təsdiqmiş insanlar var, gənc xanım müəllimlər var, gənc bəy müəllimlər var. Biz onların hamısına bu cür mənəvi yüklənmə verə bilmərik. Biz onların hamısını bu cür, necə deyim ki, demotivasiya yükləyə bilmərik. Ən azı bu qeyri-etikdir. Tam səmimi isə deyirəm. Baxın, sizin sualın konkret cavabı rəqabətlik o qədər də yüksək olmadığına görə sualların tərtibində də, necə deyim ki, müəyyən yumşalmaya gedilib. Bunun əsas köklü cavabı budur. Aydındır. Elmin bəy, nazir bir çıxışında elə həmin çıxışında qeyd edib ki, artıq yazıq müəllim yanaşmasını aradan qaldırmalıyıq.
müəllimlərin maaşı o qədər də az deyil və o nazir qeyd edib ki, repetitor kimi fəaliyyət göstərən müəllimlər var ki, onların maaşı qat-qat çoxdur. Həmçinin nazir qeyd edib ki, son 10 ildə müəllimlərin maaşı 4 dəfə artıb. Sertifikasiyadan yüksək nəticə göstərən 30.590 nəfərin maaşı 1300 manat, 60.818 nəfərin maaşı isə 1010 manat olduğunu qeyd edib nazir. Maraqlıdır ki, bu yanaşmaya sizin fikirləriniz necədir? Birinci ondan başlayaq. Bəli, nə ilə razıyam? Yazıq müəllim modelinin aradan qalxması artıq vacibdir. Artıq bu çoxdan aradan qalxmalı idi. Bəli, şəxsən mən buna razı deyiləm. Ay müəllim dolana bilmir, ay müəllim işiniz olmasın. Bu cür fikirlərlə razı deyiləm. Bəli, biz elə bir cəmiyyətin nümayəndələriyik ki, bu cəmiyyətdə əvvəldə, indi də müəllimə həmişə xüsusi hörmət olub. Müəllimin mənəvi ağırlığı böyük olub. Tam səmimi deyirəm, mənəvi ağırlığı. Müəllimin örnək timsalı böyük olub. Amma və lakin müəyyən bir etapda əmək haqqlarının az olduğu bir dönəmdə yaranan bu stereotiplər artıq aradan qalxmalıdır. Yəni bu birinci növbədə müəllimin özünə qarşı olan, necə deyim ki, görünməz bir düşmənçilikdir. Biz bunun aradan qalxmalıyıq. Elm və Təhsil Naziri cənab Emin Əmrullayev məhz bu detalda xüsusi haqqlıdır. Tam səmimi deyirəm. Bəziləri elə bilir ki, biz bunu ilə müəllimlərə qarşı gəlirik, onların düşmənçiliyi edirik. Xeyr, müəllim bizim üçün dəyərli olduğuna görə onu biz yazıq qismində görmək istəmirik. Və niyə də görək? Tam səmimi deyirəm. İşin mənəvi tərəfidirsə, təhsil və müəllim bizim üçün həmişə örnək götürülüb. Düzdür? İşin maddi tərəfidirsə, gəlin etiraf edin. Rəqəmləri siz səsləndirdiniz. Bəli. Onlar da birbaşa Elm və Təhsil Naziri tərəfindən səsləndirilmiş rəqəmlərdir. Və bunu bütün Azərbaycan mediası yayıb. Bəli, rəsmi rəqəmlər. Rəsmi rəqəmlərdir. Elm və Təhsil Nazirliyinin səsləndirdiyi rəsmi statistikalardır bunlar. İnandırım ki, sizi bir çox sahələrə müqayisədə heç də az rəqəmlər deyil. Əlbəttə, mən indidən sizə deyirəm, bizi izləyən, dərsi cəmi çox az saat olan müəllimlər var ki, tam səmimi deyim ki, bütün əsəblərini şəxsən mənim üzərimə tökəcək, yağdıracaqlar. Çünki onların maaşı azdır, diferensiyallaşma prinsipi ilə tətbiq olunur, uğur qazananlar daha yaxşı maaş alır, uğur qazanmayanların maaşında azalmalar olur və yerində qalır və s. Dərs saatları azalır, dərs saatı azaldıqca da maaş daha çox aşağı düşür. Siniflərin sayı azdır, məktəblərin inteqrasiyası prosesi başlayıb, ixtisara düşən müəllimlər var və s. və ilə axır. Amma və lakin rəqəmlər ortalıqdadır. Vallahi billahi, son 10 ildə, son 15 ildə bu işdə, istiqamətdə çox böyük işlər görülüb. Bu günləri, axı biz müəllim dolanan bilmir ifadəsindən necə razı ola bilərik, axı, necə barışa bilərik? Vallahi müəllim elə lap yaxşı da dolanır. Demirəm, öz xidmətini satır, öz bacarığını xərcləyir, çox stresli işlə məşğuldur, kiminsə nə pulunu sayırıq, nə də ki, əməyinə hədyanla yanaşırıq. Bəli, kapitalist dövründə o öz bacarığını qoyur ortalığa, öz xidmətini satır. Çox, necə deyim sizə, kimsə buna qarışa da bilməz, açıq danışaq. Ən azı ictimai spektrdə, ictimai səviyyədə. Amma məsələnin digər tərəfi də var axı. Bu günləri bəzi fikirlər təmizlənmir, zehinlərdən təmizlənmir. Bəli, müəllim repetitor məsələsinə toxunmuşdur. Axı, niyə demirik ki, az maaş alan müəllimi deyiriksə, vallahi billahi, repetitorluq sayəsində çox yüksək səviyyədə aylıq gəlir əldə edən müəllimləri də unutmuruq. Yenə deyirəm, kiminsə pulunu saymırıq, insan xidmətini təklif edir, öz əqli mülkiyyətini insanlara satır və onun müqabilində müəyyən bir xidmət haqqı götürür. O kiminəsə oğurluq eləmir, kiminsə haqqına girmir və s. Düzdür, məsələnin başqa mənfi tərəfləri də var. O ayrı söhbətin mövzusudur. Yəni, sırf müəllim əksinə təhsili daha sırf kapitallaşdırır, sırf kapitalist maraqlarının çərçivəsindən gətirir. Bəli, bu günləri sizin pulunuz var, çox güclü bir müəllimə haqqınızı ödəyirsiniz, ondan təhsil alırsınız. Proqramı öyrənirsiniz. Mənim pulum yoxdur, proqramı öyrənmirəm. O seçimi bəs müəllim qoyub. İndi mən soruşuram, yazıq bu zaman mən oldum, yoxsa müəllim oldu? Təbii ki, mən oldum. Açıq danışaq. Müəllim repetitor vacibdir. Hər ölkədə var. Amma necə? Müəyyən qırmızı xətlər keçirilməmək şərti ilə. Bugün repetitorluq institutu məktəbi elə bil ki, bərabər səviyyəli təhsil alma hüququndan bizim şagirdləri az qala məhrum edir. Bacarırsansa,
Pulun varsa qulluğundayam. Pulun yoxsa öz problemindir, yanaşması. Açıq dedim ki, təhsilə zidd olan yanaşmadır. Məsələn, bu tərəfdə var. Və bu illərdir ki, bu prinsipin işlədiyi reallıqda müəllim yazıq ola bilməz. İndi maşallah, əlavə gəlir mənbələr də var, müəllimlər var ki, 150 manatdan, 200 manatdan aşağı ixtisas seçimi etmirlər, tam səmimisə deyirəm. Müəllimlər var ki, özünün sinif rəhbəri olduğu sinifdə öz yanına hazırlığa gəlməyən uşağa ümumiyyətlə başqa bir aspektdən yanaşırlar. Bəli. Bu da var axı. Yaxşı, biz dedik, yaxşını dedik, burası bir tarazı da qorunmalıdır. Ortada kimlər qalır? Baxın, mən istəyirəm ki, məsələn, bu hissəsini çox diqqət edək. Əsl bütün hər şeyini, varlığını, bütün bacarığını sırf məktəb mühitinə, sırf şagirdə, gələcəyin şəxsiyyət kimi formalaşmalı olduğu şagirdinə ötülmək istəyən bir müəllim obrazı qalır ortalıqda. Bu obrazı reallaşdıran müəllimlər, inanın, minlərlədir. Biz onların da elə bil ki, dəyərini bu zaman öldürürük. Onların arasında gənclər çoxdur, onların arasında yaşlı insanlar çoxdur. Onların arasında eləsi var ki, 40 ildir bir kostyumu geyinir, eyni səliqənlə geyinir, eyni qalostukdan istifadə edir. Amma müəllimdir. Bu insan müəllimdir. Bəli, insan repetitor da ola bilər. İnsan əlavə xidmət göstərib, pul da qazana bilər. Çünki kimsə kimsəyə bir manat borc vermir çünki. Hər insanın özünün ailəsi var, sosial problemləri var. Öz əziyyəti ilə qazanır həmin pulu. Bəli. Amma, əzizlərim, balans tərəzi birisində gözəl şeydir. Ol repetitor. Gözəl, mən alqışlayıram. Amma həmin o bir kostyum geyinən müəllim obrazı var, demirəm onda qal. Amma onun fədakarlığının müəyyən hissəsini sən də görsət. Axı bizim buna ehtiyacımız var. Bizim gələcəyin buna ehtiyacı var. Aydındır. Elmi bəy, elə siz də həmin məqamlara toxundunuz. Mən istərdim yenidən o mövzuya qayıdaq. Sizcə son dövrlərdə niyə ancaq müəllimlər tənqid olunur? Onların yaşadıkları çətinliklər, rastlaşdıqları maneələr heç işıqlandırılmır, heç onlardan bəhs olunmur və müəllimlərə olan ifrat tənqid və təzyiqlərin gələcəkdə hansı, necə deyək, nəticələrini biz görə bilərik? Bəli, çox maraqlı bir yanaşmadır və biz burada çox dərindən düşünməliyik. Bəli, problemlər ola bilir. Bu günləri illərdir dəstəməsinə baxmayaraq sertifikasiyada cəmi 10 bal yığan müəllim obrazı var. Bunların sayı minlərlədir deyək ki. Müxtəlif problemlərə yol açan, açıq deyim, məktəbi repetitor bazarına çevirən müəllimlər var. Bunlar öz yerində. Amma və lakin bu tənqidləri biz bayaq sadaladığım müsbət, fədakar müəllim obrazına xatir az da olsa saxlamalıyıq. İnanın, gedişat yaxşı doğru getmir. Tam səmimi deyirəm. Mərdi qova-qova namərd edərlər prinsipi burada artıq öz özünü göstərə bilər. Hələ ki, mən bilər deyirəm. Demirəm artıq göstərər ki, bilər deyirəm. Ehtimal üzərində deyirəm bunu. Amma artıq diqqətli olmalıyıq biz. Vallahi billahi. Hələ ki, biz müəllimlərimizi mənəvi etalon olaraq qorumalıyıq. Bizim bu etalona ehtiyacımız var. Bizim məktəbin nümunəli müəllim obrazına və onun PR-ına ehtiyacı var. Amma bu günləri müəllim obrazı üzərində anti-PR işləri artıq başlanıb gedir. Sosial şəbəkələr olar, bular, kim gəldi danışır müəllimlərlə. Bəli, şəxsən az öncə biz də problemi dedik. Amma əsaslandırdıq, faktı dedik. Amma ümumi anlaşılmazlıq halda, belə məqsədsiz şəkildə, belə əlində bir fakt olmayan şəkildə elə müəllim obrazı demək də axı düzgün deyil. Biz qrupları qarışdırırıq. Başa düşürsünüz qrupları? Bəli, mənim bu günləri təhsil içində olan bir insan kimi tənqid etdiyim müəllim deyil. Müəllimlərin bir qrupudur. Mən müəllim obrazını heç zaman tənqid etmərəm. Böyük müəllim obrazını deyirəm. Orada bir qrup var ki, onu deyirəm. Amma biz artıq gedişat nəyə göstəririk? Biz böyük bir vahid müəllim obrazını artıq, necə deyim ki, tənqid obyektinə çeviririk. Bu yol verilməzdir. Bugün bizim məktəb, bugün bizim cəmiyyət, bugün bizim şagirdlər, universitet mühiti, həmin müəllim obrazına böyük ehtiyac duyur. Olmaz axı belə. Bəli, biz ümumiyyətlə bəzi sözündən istifadə etmirik. Tam səmimisə deyirəm. Qruplara bölmürük. Təsnifatlandırma lazımdır burada. Necə deyim ki, yaşı qurudan ayırmaq lazımdır. Aristotel məntiqi, ikili sistem, ya o ya da bu ola bilməz heç vaxt. İndi dünya qeyri-sosialist məntiqlə gedir. Bir rəngin 100 dənə çaları var. Təfərrüatlar heç vaxt nəzərə alınmır. Nəticələr göstərilir.
Baxın, biz artıq müəllimi, necə deyim ki, böyük müəllim obrazını itirməyə doğru gedirik. Bunu qorumaq lazımdır. Tam sən deyirəm, bunu qorumaq lazımdır. Bu gün də mən tanıyıram elə müəllimlər var ki, onlar əlindəki pencəyini satıb, lazım uşaqla kitab almağa hazırdılar. Elə müəllim mən tanıyıram, tam səmimi deyirəm. Mən pandemiya dövründə bir sınıf müəllimlər gördüm. Uşağının, şagirdinin interneti olmadığı təqdirdə öz cibindən onun internetini hələ də mən müəllim tanıyıram. O müəllim cavan qızdır, tam səmimi deyirəm, cavan qızlardır. Biz axı bunlara da böyük zərbə vura bilirik. Dediyim kimi, tənqid bəlli qrupla bağlı olmalıdır. Tənqid böyük müəllim obrazla bağlı ola bilməz. Aydındır. Təşəkkür edirəm fikirlərinizə görə. Mən təşəkkür edirəm. Çıxışlarınıza görə minnətdaram. Meltem Anar və Elmin Nurinin təqdimatında AZİD podkastını izlədiniz. Bugünkü podkastımızda sertifikasiyada iştirak etmiş müəllimlərdən bəhs etdik. Ümidvarıq ki, izləyicilərimiz üçün yararlı olar. Sağ olun, görüşənədək.